Tovuz Su Meliorasiya Sistemləri İstismarı İdarəsi tərəfindən suvarmanı mütəşəkkil təmin etmək üçün plana uyğun olaraq bütün meliorativ tədbirlər mütəmadi olaraq həyata keçirilir. Əkin sahələrinin suvarılmasında əsasən 6 su mənbəyindən və həmçinin idarənin balansında olan 464 ədəd subartezian quyularından istifadə edilib. Təmirə ehtiyacı olan subartezian quyularında təmir işləri aparılıb və hazırda quyuların fəaliyyəti tam saz vəziyyətdədir. Tovuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi 23.988 hektar əkin sahəsinin suvarılmasına xidmət göstərir. Əsas su mənbələri kimi Kürd çayı, Zəyim çayı, Tovuz çayı, Əsrik çayı, Axınca çayı və Üspürlərin Nasos stansiya vasitəsilə həyata keçirilir və köməkçi olaraq 464 ədəd subartezian quyusu vasitəsilə rayonun əkin sahələrinin suvarılması həyata keçirilir. Hazırda dənli bitkilərin suvarılması başa çatmaq üzrədir. Məlumat üçün bildirirəm ki, Tovuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin bağçasında ümumi uzunluğu 977,1 kilometr suvarma kanalı mövcuddur. Ondan 908,9 kilometr torpaq məzralı, 68,209 kilometr isə beton üzlüyə alınmış kanallardır. Qeyd edək ki, Tovuz Su Meliorasiya Sistemləri İstismarı İdarəsi Tovuz rayonunun əkin dövriyyəsində olan 23.988 hektardan artıq müxtəlif kənd təsərrüfatı bitkilərinin suvarma su ilə təmin olunmasına xidmət edir. Elvin Qudratov, Kamran Əskiparalı, Amin Qəhrəmanov, Bugün informasiya proqramı üçün.